Nədir? Mən 5 dəfə müflis olmuşam, hər şey itirmişəm, mənfiyə düşmüşəm, depressiyaya düşmüşəm. Bu gündən etibarən mən hər gün səhər saat 5-dən gecə saat 12-yə kimi işləyəcəm. Bu çətin vəziyyətdən çıxmaq üçün. İlk biznesim o elektron ödəmə sistemləri idi. 16 yaşında başladım. Yadımda da atama göstərdim ki, bax burada bu qədər pul qazanmışam. Deyir o pul deyildi, o rəqəmdir də orada yazılıb elə boş-boşuna. Toğrul Səməd, mən sahibkaram. Artıq 20 illik sahibkarlıqla məşğulam. Yəni həyatımın yarısından çoxunu buna sərf eləmişəm və əsasən də innovativ bizneslərdir. Bir növ mənə startapların xaç atası deyirlər Bakıda. Niyə? Çünki həm əvvəllərdə başlamışam, nə vaxt ki, heç kim o sahəyə inanmırdı, görmürdü, oradakı potensialı, pul qazanıla bildiyinin ümumiyyətlə real olduğunu bilmirdi. Mən o vaxtlar başlamışdım və müəyyən nailiyyətlər əldə edəndə də həmişə bunu paylaşırdım. Yəni ki, reseptləri paylaşırdım ki, mən bunu belə elədim, buradan bura belə gəldim və s. ki, başqaları da eyni şeyi təkrarlaya bilsin. Və onun nəticəsi olaraq bir çox şeydə Azərbaycan miqyasında ilkləri eləmişəm, amma məqsədim heç vaxt ilki eləmək olmayıb da, məqsədim həmişə pul qazanmaq olub. Misal üçün, bizdə başqalarının elədiyi səhvlərdən biri odur ki, bir fikir gəlir ağlına, deyir ki, bundan başqa heç yerdə yoxdur, ona görə bunu eləyirəm. Mən heç vaxt elə şey eləməmişəm. Yəni, mən həmişə sadəcə imkan görmüşəm, bir fürsət görmüşəm ki, burada pul qazanmaq olar, başqaları hələ onu görmür. Başlamışam və nəticədə elə olub ki, ilk sayılıb. Amma o real olandan sonra, sübut olunandan sonra artıq başqalarına da bir növ o yolu göstərmişəm ki, bu realdır. Çünki bizim cəmiyyətdə, ümumiyyətlə, hal-hazırda, əvvəlcə birinci deyim ki, hal-hazırda nə ilə məşğulam. Çünki bu 20 il ərzində onlarla fərqli layihələr eləmişəm, fərqli nəticələr olub, yarısı batıb, yarısı uğurlu olub və s. Hal-hazırda Dubayda süni intellekt laboratoriyasının rəhbəriyəm, həm təsisçisiyəm və biz 8 rəqəmli investisiya cəlb eləmişik ora və komandanın hamısı Azərbaycanlılardır, hansılar ki, nə vaxtsa mənim müxtəlif layihələrimdə işləmiş uşaqlardır. Yəni, ona görə komandanı yığmaq çox vaxt almadı, yəni bir həftəyə zənglərlə eləyib hamını köçürtdük Dubaya. Hal-hazırda indi orada elədiyimiz layihələr barəsində hələ cəmiyyətə bir çox məlumat verməmişəm. Çünki gözləyirəm ki, 1 il, 2 ildən sonra o istədiyimiz uğuru əldə eləyək. Ondan sonra artıq ətraflı məlumat da verəcəyik, qələbəni də qeyd eləyəcəyik və s. Və həmişə də elə olub. Mən yəni bir proyekt başlayanda adətən əvvəldə çox səssiz oluram. Sonra ya o alınanda deyirəm ki, bunu elədik, ya da alınmayanda deyirəm ki, eləyirdik, alınmadı və bu səbəblərə görə alınmadı. Və